Melek olsan, qanad çırpıntılarında narahat olan insanlar olacaq. Bəzən sizi sevməyən insanlarla qarşılaşırsınız. Sizi sevməyən, nifrət edən, tənqid edən insanlar olacaq. Sizə demək istədiyim odur ki, bu sizinlə bağlı deyil. Bu sizin pis insan olduğunuz mənasını vermir. Bu sadəcə onların özü ilə bağlıdır. Sizdə olanların onlarda olmadığı üçün. Bu hər zaman qısqanclıqla bağlı da deyil. Bəzən sadəcə güzgüyə baxmaq kimidir. Sizin varlığınız onlara öz əksik yanlarını və edə bilməyəcəklərini xatırladır. İşığınız onların qaranlıq dünyasına toxunur və bundan narahat olurlar. Bəzən heç bir şey etməsəniz də sadəcə varlığınız belə onları incidə bilər. Fırtınalar yaradarlar və sizi tənqid edərlər və sizə nifrət edərlər. Unutma ki, bu səninlə bağlı deyil. Bu onların iç qaranlıq dünyaları ilə bağlıdır. Sən öz işığını söndürmək məcburiyyətində deyilsən. Onlar sənə baxarkən gözlərini bağlamağı öyrənəcəklər. Yaşadığımız bu sonsuz həyatda hər şey mükəmməl, gözəl və tamamlanmışdır. Bunları özünüzə xatırladın. Gününüz uğurlu olsun.